Xoş gördük əziz dinləyicilər. Azərbaycan mediasında bir Samirə Əfəndi qalmaqalı var. Bilirsiniz, Qazaxstanda keçirilən mahnı müsabiqəsində bir erməni oxuyana 12 xal verməsi böyük bir rezonans doğurdu Azərbaycan cəmiyyətində. Baxın, mən bilirsiniz, həmişə danışdıqlarımda hər kəsi vurmaq, hər kəsin üzərinə düşmək, hər kəsi necə deyirlər, baltalamaq fikrim yoxdur da. Siz mənim fikirlərimi həmişə yaxşı bilirsiniz. Mən həmişə normal bir münasibət, normal bir məsələyə ağılla yanaşmağın tərəfdarıyam. Əvvəla Azərbaycanın 44 gün müharibəsində mən o insanlardanam ki, prezidentə müraciət edirdim ki, yazılarımda da prezidentə müraciət edirdim ki, amandı 15 min erməni əsir düşməsinə imkan vermə. Onlara hamısını məhv elə, onların hamısını qır. Mən o insanam, yəni müraciət edirəm ki, bu formada olsun. Ümumiyyətlə erməniyə keçmək olmaz. Bir Xocalı faciəsi ilə yaşayan, Xocalı faciəsinin iliyinə qədər hiss eləyən bir insan olaraq, düşünür olaraq, oxuyan olaraq mən düşünürdüm ki, elə bir insan olsa hakimiyyətdə 15 min nəfəri sağ buraxmayacaq. Halbuki Paşinyan demişdi ki, onlar 15 min insan əsir düşəcəkdir. Baxın, mən bunları belə məhv olmasını istəyən insanam. Amma bu günləri bir sülh eyforiyası var və sülhə doğru gedirik. Hər bir millətlər bir-birini qırırlar və sonda sülhə getmək zorundayıq. Samirə Əfəndinin mən müdafiə etməyə fikrim yoxdur, amma ondan bir siyasi fiqur da düzəltmək lazımdır. Onu Ceyhun Bayramov etsə, qucaqlasa, deyərəm ki, bu səhv fikirdir, niyə axı mənim siyasətçim bunu eləsə? O siyasi bir insan deyil. O mahnı müsabiqəsi keçirilir, sən də orada bir münsifsən. Baxın, bu günləri Azərbaycanla Neapol oynayacaq, Qarabağla Neapol oynayacaq. Bir anlıq düşünün ki, bir sudya gəlsin, sırf sənə nifrət elədiyinə görə, sırf Qarabağa nifrət elədiyinə görə onu tutaq ki, cərimələrin verməsin və qarşı tərəfə işləsin. Bu sizə necə təsir bağışlayır? Əlbəttə pis təsir bağışlayır. Samirə Əfəndinin də bu formada danışığına mən bir dənə də sizə bir məqam bildirim ki, məhz Azərbaycan televiziyasında dünənləri dedilər ki, Samirə Əfəndinin mesajı bəllidir. Bəli, biz sülh istəyirik. Əslində qalsa bu mesaj da Samirə Əfəndiyə yəni Azərbaycan dairələrindən, Azərbaycan Mədəniyyət Nazirliyi dairələrindən gedib. Heç də Samirə Əfəndi bu qərarı özü verməyib. Bunu da razılaşmaq lazımdır. Çünki Azərbaycan televiziyası dünən bunu açıq surətdə deyirsə ki, bu mesaj bəllidir, bizim bu mesajımızdır. Mesajı Samirə ilə ötürürlərsə, bəllidir də məsələ, çox da düşüb orada kimisə öldürməyə ehtiyac yoxdur. Qaldı bu məsələdə şəhidlərimizi, analarımızı, qazilərimizi bu məsələyə qatırlar. Burada artıq bütün axan sular durulur. Məncə bunları qatmaq, məncə bunları bir-biri ilə bərabər tutmaq yanlış fikirdir, yanlış düşüncədir. İstər istəməz sabah biz sülhə gedəcəyik. İstər istəməz bu sülh olacaq. Onda hər bir zaman əgər biz şəhidləri düşünsək ki, əlbəttə biz düşünməliyik. Tarix etibarıyla bunu yaddan çıxartmamalıyıq. Tarix etibarıyla tariximizi təkrarlamalıyıq. Tarix etibarıyla Xocalı yaddan çıxarılmamalıdır. Heç vaxt keçmişini unudan gələcəyini qura bilməz. Bax, bunlar həmişə öz tariximizdə olur, amma bunlar hamısı tarixi biliyə əsaslanır. Biz bunun üçün millət olaraq yetişməliyik. Biz bunun üçün millət olaraq oxuyan bir millət olmalıyıq. Biz oxumayan bir millət olduqdan sonra zaten unudacağıq, bu deməklə deyil. Bizim yalnız oxumaq və bizim onu öz qan yaddaşımıza, beyin yaddaşımıza yazmaq. Erməni niyə görə heç vaxt unutmur? Çünki erməni xalqı savadlıdır, oxuyan xalqdır. Ona görə də bütün bunları unutmamaq üçün oxumaq və tarixə münasibətdə fərqli olmaq lazımdır. Axı son olaraq da yəni onu deyim ki, bu günləri Samirə Əfəndinin bu formada qərar verməsi əlbəttə bir oxuyan xanımdır, heç bəlkə də siyasətdən də başı çıxmır, heç savadın da nə olduğunu bilmir, heç Xocalı faciəsini bir dəfə də keçməyib, mən onu demirəm, amma bir münsif olaraq 12 xal verməsi və o rezonans doğurur ki, gəlib ermənini qucaqlaması da mən düşünürəm ki, oradakı atmosferi də biz yaddan çıxartmamalıyıq. Oran boyu mahnı müsabiqəsidir. Atmosferi yaddan çıxartmaq olmaz və bir insan da sənin üzərinə gəlirsə ki, səninlə görüşməyə, mən düşünürəm ki, bu kontekstdə baxmaq lazımdır. İkinci ən vacib olan kontekstdə bayaq təkrarladım ki, məhz Azərbaycan mədəniyyət dairələrindən ora mesaj gedib ki, və sən də orada bir sülh quşu, sülh göyərçini olmaq yaddan çıxartma. Təşəkkür edirəm diqqətinizə.